فاطمه زهرا بود فلانی و فلان سوز مریم اتم رسول خدا دنشت سوز چی دیاد فاطمه وضعت منی من آزاها فقط آزانی و من آزانی فقط آز الله جدل اللهم نعمشت ازلرین o خانم قلبرdi xəstə xanım göy tərəfə Allah sən şahid ol bundan bu mənə zulm ediblər əziyyət veriblər Allah sən şahid ol mən bunlardan rica deyirəm bunlar mənə əziyyət veriblər hər nə qədər israr elədilər Fatimənin ürəyinə də getsinlər mümkün olmaz Fatimə-i Zəhra əhli zamanədən bu zulmlər görmüş vəsiyyət elədi Əmavliya Ali məni keçəyinə yeyxacına Peyğəmbərdən bir qız qalıb müsəlman insan müştaq olar ki keçinəndən sonra izzət olsun təşkiyində qələballıq olsun Peyğəmbərin bir qızı vəsiyyət edir Əmavli ya Ali mən rica deyirəm onların ki mənə zülm ediblər mənim təşkiyimdə nəmazımda hazır olsun və dəftin keçəyinə məni yeyxac Gecəyle kəfini, gecəyle dəfn etdinə. O düşəri ibn Əbi Talib Fatimə-i Zəhranın vəsiyyətinə də əməl etdi. Gecə vaxtı yeyxadı, gecəyle kəfin etdi. Neçə nəfərinə gecəyle bəqi qəbristanında dəfn etdi. Ay bəqi qəbristanına türbəluğa gedəndə Fatimənin qəbri məlum deyil, nəşün məxfi qaldı. Ali ibn Əbi Talib Fatimə-i Zəhranı özü yeyxiyib. Yeyxiyəndə nəcür yeyxiyib, həzən yeyxirdi, təkliz mübarək izin qoyurdu, duvara başdırdı, yığılamaqdı. Onlarla kim yoxdu, geçirəm olar. Hər nəcridi yeyxamağı bitirdi. Bitirəndən sonra Fatimə-i Zəhra selamullah aleyhi kəfin etdi. Rəsmidir, rüsumdir, eləyi ki, o geçməni yeyxadılar, kəfin etdilər. Yəllə hər kəs gələcək, gəlsin, görsün də axir görmədi, qaldırırlar. Ali ibn Əbi Talib kəfin etdi Fatimə. Səslədi oğlum Həsən, oğlum Hüseyin, qızım Zeynəb, həlimmu, təyəvvədu min ümmükümə. Həsən Hüseyin, gəlin nənədi görün bu axir görməklikdir. İmam Həsəninlə İmam Hüseyin gəldilər, döşəndilər ana cənazəsinə. Çox məhəbbəti var idi Fatimə-i Zəhranın və Həsənəyinə. Deyim oxuyub, Ali ibn Əbi Talib yemin edir Allah'a. Deyir Həsəninlə Hüseyin nənələrinin cənazəsi üstündəydilər. Bir dəfə gördüm Fatimə-i Zəhra kəfənin bəndlərin qırdı, əllərin qaldı ki, Həzənin Hüseyni bastı bağrına. Nəqlələrlə Ali ibn Əbi Talib'də, Ali ibn Əbi Talib deyirət bir köydən də bir səs eşitdim mən ona. Köydən bir səs gəldi ya Ali, irfəhümə əncəsəd ümmihimə. ولقد أتى يوم الأنكة السماء Ya Ali Həsənin Hüseyni qaldır anaların cənazəsindən bunlar şeylərin mələkələrin yığlatdılar Şiələr bu Hüseynin balalarından biri Kərbəlada o da döşəndi bu Hüseynin cənazəsi üstünə O da bir döşəndi baba cənazəsinə O kimidi Qızı Rüqəyyəy Belə məlum olur Tabut günü axşam başı Əhl-i Beyt Kərbəlada saxladı O gecəni ki şan-ı qayban gecəsi deyəm Və lakin bir xeymədə saxlamışlar Ömər səhər tərəfini O xeymədə qərənqılıq işıqsat yox düşüyor Bu Hüseynin bu Qızı Rüqəyyə Zahir budur ki bu da o gecə o xeymədəydi Və həsəbi zahir belər Və lakin gecə vaxtı, gecənin bir vaxtı Bu balanın fiknətisi dedim babamı biz də görür Babam qətligahda yalqız qaldı İndi qalxdı xeymədən Çıxdı Gəldi qətligahə Babasını tapdı Düşdü babasının cənazəsi üstünə
okşurdu, yığılırdı, bazı sözler değildi. Bazı sözler değildi, baba ne tez ben yetim kaldı. Baba sana şikayet edirəm. Her ne neydi tapdı babasın, nece tapdı babasın. O hemen gece ki bu kız gelir babasını tapıp, hemen gece Zeynep de bu kızın arzudan gelir. Bildi ki bu kız öldü. Nece geldi, hardan bildi, olayla işim yok. Bir zaman özün getirdi Zeynep-i Kübra gece vakti katligaha, gördü bu bala çık baba cenazesine. Yığılır deyir, baba, söyleceğim vay bana, senin başın için geldi. Hansı zalim bu zulmetti beni yetim koydu. Zeynep-i Kübra selamullahi aleyh özün getirdi, kızım kalk gece vakti, ne desem burada? Dedi anne ya emme, koy ben kalım babamın yanacağısında. Babamla menus olur. Her neydi Zeynep-i Kübra bu kızı kaldırdı. Sordu kızım, sen gece vakti bu karanlıkta bu babamı nece taptın? Teessüp etti Zeynep-i Kübra selamullahi aleyh. Söyle görün babamı nece taptın sen? Dedi anne ya anne Zeynep, ben geldim bu sene, bülbül kimin her şeyi kokturdu, babam aktarırdı, verirdim baba, ne kim kızı var cevap vermişse, kızın seni aktarır, anne ya Zeynep, bir kere gördüm babam ben kızım çok dolanma, ben burada yatmışım. ألا لعنة الله عليكم وسيعلم الذين ظلموا أي منقلب ينقلبون. Allah'tan azledlik izzet-i celali ve ehl-i beytin tedaddüsüne Allah İslam'a rognedir. Allah mezhebi Ce'feriye rognedir. Allah bizim kalplerimizi imana yoldur. Allah bizleri müveffek ile ahkam-ı mezhebe erken mahluğa. Özlerimize, avladimize hidayet verim mahluğa. Allah'tan önce bu izzet-i zelali ve rahmetini bizlere nazil etsin. Bizi bu emellerimizle muahiz etme. Boşluların borcuna dailetine, hastelere şifa ver. Ehl-i beytin ziyaretin dünyada, şifaatin ahirette bizlere kısmet ele. ve ila ervahil müminine vel müminat lehfi sevabel Fatiha.